Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün ayın 30-u noyabr 2025-ci il. Əziz dostlar, bugün də sayca 109-cu aksiyamızı keçirdik və 10 dənə pay hazırladıq. Həzrəti Musa Allah'tan soruşur, Musa Kəlimullah Allah'tan soruşur ki, sənin insan olmağın mümkün deyil də sən Allahsan. Allah insan ola bilməz ki, Allah Allah'dır. Deyir, amma qeyri-mümkün də olsa fərz eləyək. Peyğəmbər də Allahla danışır. Fərz eləyək ki, sən insan timsalında yerə ensəydin, misal üçün, ki, mümkünsüz bir şeydir. Fərz eləyək. İnsan timsalında, insan vücudunda yerə ensəydin, nə iş görərdin? Allah cavab verir ki, əgər belə olsaydı, mən insanlara xidmət eləyərdim. Yəni Allahın Allahlığının da təcəllası insanlara xidmətdir. İnsanların xidmətində dayanmaqdır. Və olduqca ləzzətli bir həyatdır. Xidmətdə keçən həyat zövq verir, adamı təmizləyir, paklayır. Bir addım atın kimin üçünsə, görün nə qədər ləzzətli olur həyat. Necə ki, Bəxtiyar Vahabzadə də öz şeirində belə bir misranı insanlara çatdırır. Bildik, bilirik, gizlidir insandakı qüdrət. Hər kəs onu fəhm etməsə acizdir o əlbət. İnsanın əzəl borcudur insanlığa hörmət. İnsanlığa hörmətdə ləyaqətdədir Allah. Fərq etmir kim olursan ol, insan ol. Ən azından qəlbimizlə hiss edirik ki, yaxşılığı eləyəndə insan ruhu aramlıq tapır. Çünki belə deyək də, mütləq deyil ki, sən kiməsə apar bərzaq verəsən. Gözəl bir təbəssüm, gözəl bir rəftar belə olanda hiss edirsən ki, hansısa bir yaxşı əməli meydana gətirdin. Əgər bu hiss sənə ləzzət edirsə, davam eləməyə dəyər. Allah hər birinizdən razı olsun. Allah etdiyiniz hər bir ehsanı qəbul eləsin inşallah. Çox sağ olun.